Vasif Hərəmli yenə də maraqlı açıqlamalar edib. Azərbaycan Respublikasının əməkdar artisti. Deyir, 150 minlik ev alıb, 100 minini məndən istəyir. Bu arada belə adamlar maşın almaq istəyir, heç 1000 manatı da yoxdur. Deyir ki, borc axtarıram, biraz da özümdə var, amma yoxudur ya. O adamdan nə bilim 10 mini, 20 min alır, gedir özünə maşın alır. O borcu da geri qaytarmaq istəmir, mübahisələr yaranır, məhkəməyə gedib çatır. Amma hər yerdə deyir ki, maşın almışam. Da demir ki, maşını yox, dostum alıb, ondan almışam pulu. Vasif Hərəmli deyir ki, tanımadığım adamlara tanıdığım adamlara borc verirəm, amma tanımadıqlarıma yox. Onlara deyirəm ki, bax, mən sənin üzünü görməmişəm, sən məndə necə pul istəyə bilərsən? Ay Vasif Hərəmli, doğrudan kimdir? Tanımadığını adamdan necə pul istəyə bilər? Bu maraqlıdır. 124-də xəbər verir bunu. Müğənni Vasif Hərəmli çərçivədən kənar verilişində deyib. Biri olub məndən 80 min istəyib, demişəm ki, məndə 79 min var. Minni də görə hardan taparsan? Yəqin ki, minni də elə istəyib ki, sizdən alsın. Elə olub 150 minə ev alıb, 100 minini məndən istəyib deyə müğənni cavab verir. Ümumiyyətlə, borc verməyin, kiməsə borc verməyin əleyhinəyəm. Sonra qaytarmırlar.